Salam dostlar, yeniden görüşdük. Yeni bir video ile karşınızdayıq. Bugün dərsimiz belə olacaq. Bugünkü dərsimiz özümüzə necə və hardan pulsuz domen açaq və domeni hostinger.ru saytından da açmaq olur. Pulsuz açmaq olur və dot.tk belə bir saytdan da pulsuz əldə etmək olur. Saytda əldə etmək olur və biz domeni açmaq və onu hostingerə yönəltmək və onu aktiv etmək istəyirik və bunu necə edək? Demək, belə bir saytdır dostlar. Demək, onu Google'da yazırsınız dot.tk. Gördüyünüz kimi belə bir yazırsınız və bu cürə səhifə açılır. Və buradan qeydiyyatdan da keçə bilərsiniz. Burada gördüyünüz Frenom saytıdır. Ona keçirsiniz birbaşa. Əgər orada registrasiyada varsınızsa, mən istəyərdim elə birbaşa ora keçid alın. Gördüyünüz kimi Frenom səhifəsi və burada myfrenom.com saytıdır və burada da gördüyünüz kimi panellərdir. Paneldə yazılar var və burada da mənim açdığım pulsuz domenlərdir və domeni necə açmaq olar və necə əldə etmək olar. Demək dostlar, burada gördüyünüz kimi yeni domen açmaq üçün bu yazıya giririk və gördüyünüz kimi belə bir pəncərə açılır və burada mən istəyirəm bu cürə bir domen açım və bunları gərək yapışdıraq. Bir olsun. Sadə izahlar. Və belə bir istəyirəm domen açam. Və gördüyünüz kimi 5 cür domen təklif edir. Özü də pulsuz. Və bizə bu lazımdır. Və biz bunun üçün bunu alaq və bu yazını basırıq və gördüyünüz kimi və bu yazıya vururuq və irəli deyirik. İrəli deyirik və gördüyünüz kimi belə bir domen hələ ki açıldı və burada 1 illik verir və siz 12 ay seçirsiniz. 12 ay seçirsiniz və gördüyünüz kimi dostlar, burada heç bir şeyə dəymirik. Burada 1 illik 12 aylıq qoyduq və irəli deyirik. İrəli deyirik. Burada e-mail adresi soruşur.
biz burada demək nə etməliyik? Biz Gmail-la daha doğrusu Google-la öz Google-umuzdan daxil oluruq. Və burada gördüyünüz kimi belə bir pəncərə açılır. Biz burada heç nəyə dəymirik. Bir buranı işarələyirik və təsdiq edirik və irəli gedirik, qabağa gedirik. Və gördüyünüz kimi domenimiz açıldı və bizə nə lazımdır? Demək, açdığımız domenin biz demək, gördüyünüz kimi domen aktivləşdi və biz bunu Hostinger'də gördüyünüz kimi burada Hostinger səhifəsi saytı və biz bura əgər sizin səhifədə registrasiya olmamışsa, burada gördüyünüz kimi Sazdak account səhifəyə registrasiya ola bilərsiniz. Bunu Gmail vasitəsilə eləyə bilərsiniz. Gördüyünüz kimi Gmail, sonra adınızı, soyadınızı və s. və s. registrasiya ola bilərsiniz və mən registrasiya olmuşam deyə mən öz loginin parolunla girəcəm öz səhifəmə və gördüyünüz kimi belə bir səhifə açılır. Burada da panellərdir gördüyünüz kimi və bizə yeni hosting açmaq lazımdır, yeni sayt açmaq lazımdır. Biz gördüyünüz kimi buranı vururuq və burada görürsünüz 3 pəncərə verir. Bizə pulsuz domen açmaq lazımdır. Hansı ki biz bayaq dot.tk-dən açdıq və onu biz burada təsdiq etməliyik və bunun üçün nə edirik? Burada gördüyünüz pulsuzu biz alaq. İrəli deyirik və gördüyünüz kimi belə bir pəncərə açılır. Burada özü də sayt özü də sizə təklif edir pulsuz domenləri və bizim olduğumuz üçün biz buradan öz domenimizi kopya edirik və demək burada bu işarəni belə veririk. Gördüyünüz kimi domen və bura yerləşdiririk. Və burada da gördüyünüz kimi dostlar, burada parol seçirik. Domenə parol seçirik və parolu təkrarən daxil edirik və irəli deyirik. Və burada gördüyünüz kimi domeni bura yazmalısınız. Bura yazmalısınız və burada yazır ki, yəni robot. Mən robot deyiləm, yəni ki, təsdiq etmək üçün. Burada gördünüz, təsdiq etdi və biz domeni əldə etmək üçün irəli deyirik. Və beləliklə dostlar, gördüyünüz kimi bizim sayt aktivdir. Gördüyünüz kimi saytımız aktivdir və biz əmin olmaq üçün ki, saytımız aktivdir, biz daxil olaq, əmin olaq ki,
saytımız aktifdir və gördüyünüz kimi dostlar, saytımız aktivləşdi və keçid alırıq domenimizə və buradan da görürsünüz dostlar. Buradan da yoxlayaq ki, aktivdir ya aktiv deyil. Bir daha da əmin olaq ki, domenimiz və saytımız aktivdir və biz bir də domenimizi blog səhifəmizə necə bağlayacağıq. Mən bunu gələn yeni videomda sizə göstərəcəm dostlar və bu qədər, bu dərslikdə bu qədər, bu videomuzda bu qədər. Gələn videomuzda görüşənədək dostlar və abunə olmağı da unutmayın dostlar. Hələlik yeni videomda görüşərik.